İnsan bəzən ləzzətlər içine düşür dünyada, bütün neymətlər başından aşağı yağır, bütün istədiklərinə bu dünyada çatır, ahirət həyatını unudur. Hətta ona deyəndə ki, namaz qıl, ibadət et, deyir ki, vaxtım yoxdur. Gör, ondan acı cavab nə ola bilər? Yerlərin, göylərin sahibinə, vaxtı verənə, səhhəti verənə, afiyyəti verənə, neymətləri ona verənə vaxt ayıra bilməyən insandan daha sağlam heç kim ola bilməz. Hətta insanlar olacaq ki, qiyamət günü deyəcək ki, Alə Rabbirci'uni, ey Rəbbim məni qaytar. Çünki gedib görəcək ki, orada vəziyyət Quranda gəldiyi kimidir, insanların mənə dediyi kimidir. Və öz dili ilə deyəcək ki, Rəbbimiz ayət-i kərimədə buyurur ki, Rabbirci'uni, ey Rəbbim məni qaytar. Hara qaytar? Ləalli əməlu salihan fīmə təraktu kəllə. Gedim salih əməllər işləyim, yaxşı əməllər işləyim, mən bilmirdim belə olacağını. Allah subhanahu wa ta'ala deyəcək ki, kəllə, heç vaxt, artıq gecdir. Ona görə bu dünyada nə qədər ki, nəfəs alırıq, yaşayırıq, vallahi xeyir əməllər etməliyik, yaxşı əməllər etməliyik, namaz qılmalıyıq, ibadət eləməliyik. Heç kimin, heç kimə faydası yoxdur. Burada yatan bu qardaşımıza bizim nə faydamız deyə bilər? Ona nə etmək istəsək belə edə bilmərik. Yalnız dua edə bilərik. Yalnız bizim ona duamız fayda verə bilər. Burada yatan insanların heç birinin heç kimə faydası yoxdur. Bəzən insan bu dünyada kiməsə görə hansısa əməlini tərk edir. Ancaq düşünmür ki, qəbirdə tək yatacaq. O qəbirdə olduğu zaman o ona heç bir fayda verə bilməyəcək. Ona görə insan düşünməlidir. Rəbbimiz Quran-ı Kərimdə bir çox ayələrin sonunda bizlərə buyurur ki, düşünmürsünüz. Yəni, düşünün, ibrət alın. Sonra gecə olacaq.